bir gecədə yuxusunda Allahı gördüyünü deyib, ölkədəki bütün Asiyalı zənginləri qovan, insanları timsahlara yedizdirən və özünü rəsmən Uqanda Fatihi elan edən bir dövlət başçısı. Xeyr, bu bir film personajı deyil. Bu, bütöv bir ölkəni qorxu içində saxlayan Uqanda diktatoru Idi Amin'dir. Idi Amin 1925-ci ildə Uqandanın şimal-qərbində yoxsul bir ailədə doğulmuşdu. Uşaqlıq illəri çətin keçdiyi üçün təhsilini davam etdirə bilmədi və gənc yaşlarında Britaniya müstəmləkə ordusuna qoşuldu. 1971-ci il yanvarın 25-i Uqandanın taleyi kökündən dəyişdi. Ölkə prezidenti Milton Obote xaricdə rəsmi səfərdə olarkən Idi Amin hərbi çevriliş edərək hakimiyyəti ələ keçirdi və demək olar ki, heç bir ciddi müqavimətlə qarşılaşmadan dövlət başçısı oldu. 1971-1979-cu illərdə Uqandanı idarə edən Idi Amin 20-ci əsrin ən amansız totalitar rejimlərindən birini qurdu. Onu tarixdə məşhurlaşdıran təkcə siyasi baskıları deyil, həm də qəribə bəyanatları və davranışları idi. Onun rəsmi titulu o qədər uzun idi ki, onu tam və səhvsiz tələffüz edə bilməyənlər ağır cəzalara məhkum edilirdi. İdi Aminə müraciəti mütləq bu cür etmək lazım idi. Zatı ailələri, ömürlük prezident Feld Marşal Əl-Həci Doktor İdi Amin, yerdəki bütün heyvanların və sudakı bütün balıqların hökümdarı, Britaniya imperiyasının ümumi olaraq Afrikada, xüsusilə də Uqanda Fatihi, Viktoriya xaçı, hərbi xaç, döyüş fəaliyyətinə görə ordenlərinin sahibi. 2 fevral 1971-ci ildə İdi Amin özünü Ali Baş Komandan və prezident elan edir. Onun hakimiyyəti dövründə 300-500 min arası insan qətlə yetirilmişdi. Amin hakimiyyətə gələn kimi ona qarşı çıxan ilk 70 yüksək rütbəli zabiti öldürdü. Edamlar o qədər adi hal alır və qurbanlar o qədər çoxalırdı ki, qəbir qazmağa sadəcə vaxt çatmırdı. İqtisadiyyatı çökmüş ölkədə Dövlət Araşdırmalar Bürosu adlı qurum tamamilə nəzarətdən çıxmışdı. Onlar insanları əsassız yerə həbs edir, daha sonra isə yerli adət-ənənələrə görə dəfn mərasiminə böyük önəm verən ailələrdən yaxınlarının nəşini qaytarmaq üçün pul tələb edirdilər. Deyilənlərə görə 2000-ə yaxın insanı İdi Amin şəxsən özü öldürmüşdü. 7 arvadı olan İdi Amin 3 həyat yoldaşının can güdənləri ilə bayram keçirdiyini eşidəndə radioya çıxaraq arvadlarının gəzəyən olduqlarını deyir və onları boşadığını elan edir. Bir müddət sonra həyat yoldaşlarından birinin meyiti tapılır və hamının, o cümlədən övladlarının da görməsi üçün meyiti xəstəxananın qarşısında nümayiş etdirir. 1972-ci ilin avqustunda Amin bildirdi ki, gecə yuxusuna girən Allah ona Cənubi Asiyadan gələn və Uqandada ticarətlə məşğul olan qəsbkarları ölkədən qovmağı deyib. Amin o insanları ölkənin bütün iqtisadi çətinliklərində günahlandırırdı. 1974-cü ildə Birləşmiş Millətlər Təşkilatının baş qərargahını Uqandaya köçürməyi təklif etdi və iddia etdi ki, Uqanda yer kürəsinin coğrafi mərkəzidir. İdi Amin medal və ordenləri çox sevirdi. O, hətta öz geyiminin uzunluğunu bütün mükafatların yerləşməsi üçün artırmışdı. Fərqli kolleksionerlərdən müxtəlif dövrün ordenlərini alaraq öz paltarına əlavə edirdi. Bir dəfə o, Amerikaya müharibə etmiş, növbəti gün isə özünü qalib elan etmişdi. İdi Amin iqtidarda ikən 4 ağdərili ingilisin daşıdığı taxta gəzirdi. Beləcə, özlüyündə Afrikanı istismar edən ağ irqdən intiqam alırdı. 1978-ci ildə qonşu Tanzaniyaya müharibə elan etdi. Amma Tanzaniya ordusu Uqandaya daxil olaraq İdi Aminin rejimini devirdi. İdi Amin ölkədən qaçdı. Əvvəl Liviyaya, sonra isə Səudiyyə Ərəbistanına sığındı. Milyonlarla insanın qatili olan bu adam heç bir məhkəmə qarşısına çıxmadı. 2003-cü ildə Səudiyyə Ərəbistanında vəfat etdi.